İnsanları tənqid etmək, insanlar barəsində danışmaq çox asandır. Bizdə deyək ki, Mütənəbbi adlı bir şair var idi. Onun şeirləri çox gözəl idi. İnsanların çoxu onu tənqid edirdi. O Mütənəbbi adlı şairi tənqid edənlər onun kimi şeir deyə bilirlər? Əlbəttə xeyr. Yəni danışmaq, tənqid etmək çox asandır. Hətta bir kəs çalışsa ki, şeir deməyə və yaxud divan yazmağa, onun ağzına bir şeir belə çıxa bilməz. Ədəb və gözəl əxlaq insan üçün çətindir. Amma asanı nədir? İnsanı söymək, tənqid etmək. Peyğəmbər sallallahu əleyhi və səlləmin əxlaqı Quran idi. Əgər yəni sən əxlaqın gözəlinə baxmaq istəsənsə, bax Qurana. Quranda nə gəlibsə, onlar hamısı Peyğəmbər sallallahu əleyhi və səlləm əxlaqı idi. İnsanları çox tənqid etməklərinə fikir vermə. Yəni çox insanlar var ki, tənqid edirlər. Necə ki, hikmətli şəxslərdən biri deyərdi ki, yəni bir şamı yandırmağın çox şam barəsində, 1000 dənə şam barəsində danışmağından daha xeyirlidir sənin üçün.